Videomuz cəmi 1 dəqiqə olacaq, amma axıra qədər qulaq as. Deməli, Bakıya bir özbək həkim gəlib 60 manatdan, həkim də deyil, ekstrasensdə göyə bioenerji ilə filan, yəni falçı da belə deyək, əsl bizim cəmiyyətə uyğun. 60 manatdan bir ucdan qazlayırmış, nəhayət ki, polis saxlayıb həmin o həkimi, adı da nədir bilmirəm, deməli, və ən əsas məsələ, bunu xüsusən Rusiyada, postsovet məkanında yaşayan həm yerlərimiz məndən razılaşacaq. Yəni, mən kimsə hansısa xalq aşağılamıram, amma xüsusən Rusiyada, Ukraynada və postsovet ölkələrində belə deyək də, hamının ən çox allatdığı, hamının bayaq dediyim kimi qazladığı millət elə bu özbəklərdir. Gör, biz nə gündəyik cəmiyyət olaraq. Özbək gəlir, bizi Bakıda qazlayır. Sonra bu cəmiyyət heç kimi bəyənmir ki, biz belə. Bir də gəlib yazacaq ki, 5-10 nəfərdir. Heç bir dırnaq arası da olsa həkim 5-10 nəfərə görə Özbəkistandan durub bura gəlmir. Gör, nə qədər böyük tələbat var ki, 60 manatdan. Və sizi əmin edirəm ki, o 60 manat ora verənlərin bəlkə də böyük bir qismi, nə bilim, mənlə burada sosial yardım, pensiya davası eləyənlərdir. Utanın da bir. Bəstirin də, nə bilim, ekstrasens belə gəldi, fal belə getdi, filan belə getdi. Sizi Allah yaratmıyor. Nə bilim,